Salamlar, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Çinarə. Bugün bilirsiniz ki, 1 iyun uşaqların bayramıdır. Eyni zamanda bizim 4-cü qrupdan uşaqların da imtahan günüydü. Günorta saatında canlı yayın açıb sualların izahlarını vermişdim. Səhv xatırlamıramsa orada D variantında izah vermişdim. Amma indi daha qısa izahlarla, daha qısa müddət ərzində sürətli izah dinləmək istəyənlər üçün bir 20-25 dəqiqəlik izah təqdim etmək istəyirəm. Əvvəlcə imtahan barəsində fikrimi bölüşüm. Birinci imtahan barəsində və ikinci imtahan barəsində nələr düşünürəm. Daha sonra isə başlayaq sualların izahına. Uşaqlar, birinci imtahan mənə rahat gəldi. Asan deyə bilmərəm bu imtahana. Asan imtahan başqa cür olur. Amma rahat gəldi. Çətin suallar yox idi. Situasiya rahat idi, amma çaşdırıcı idi. Açıq suallar rahat idi. Yəni düşündüyümdən çox-çox rahat salmışdılar. Bu nə deməkdir? İkinci imtahan birincidən biraz daha qəliz olacaq deməkdir. Adətən uşaqlar ikinci imtahana hazırlaşanda bunu düşünürlər ki, hər zaman mən bunu söyləyirəm. Uşaqlar bunu düşünürlər ki, birinci imtahandan atıram 20 düz yazmışamsa, ikincidə qaldırıb 25 düz edə bilərəm. Amma ikinci imtahan nə deməkdir? Bu sizə bir şans verir. İkinci dəfə cəhd etmək üçün bir şans verir. Növbəti ilə qalmayın. Bir ay sonra təzədən imtahan verib xalınızı qaldıra bilirsinizsə qaldırın deyir. Belə olan təqdirdə birinci imtahanda iştirak edib, amma ikinci imtahanda iştirak etməyən uşaqlar varsa, onlar arasında fərq yaratmaq üçün ikinci imtahan istərsiniz daha çətin, daha qəliz olacaq. Yəni, əgər siz 20 düz yazmısınızsa, İnşallah ki 20-dən daha yuxarı yazdığınızı düşünürəm. 20 düz yazmışsınızsa, ikinci imtahanda ən azından mən öz adıma deyirəm, mənim məqsədim birincidən 20 düz yazan uşağı ikincidən 20-dən aşağı düşməyə qoymuyorum. Artırarıqmı, onun sözünü öz adıma deyirəm, verə bilmirəm. Əlimizdən gələni edərik. Amma adətən ikinci birincidən daha qəliz olduğu üçün çox zaman uşaqlar ikincidə birincidən daha aşağı xal toplayırlar. Mənim məqsədim isə birinci xala qədər gəlib çata bilmək, bacarsaq üzərinə xal, üzərinə sual gətirə bilmək. Amma bu sizi qorxutmasın. Yəni son nəfəsə qədər vuruşa bilərsiniz. Bəlkə də heç gözlədiyinizdən çox-çox artıq nəticələr topladınız. Həyatda hər zaman şanslar, möcüzələr olur. Bir də ki, bir şey var ki, siz uşaqsınız da 15, 16, 17, 15 yəqin ki, olmarsınız. 15 5 yaşında məktəbə gedən uşaqlar olur. Amma ən azından 16-17 yaşında uşaqsınız. 18 yaşında imtahan vermişsiniz. Mənim 32 yaşım var. Mən bu sualı, sınağı həll edəndə, imtahanı həll edəndə 2 dənə səhv elədim. Yəni, ola bilir. Diqqətimizdən qaça bilir, həyəcanlı ola bilirik, fikrimizi toparlaya bilmirik. Bu normal bir şeydir. İkinci imtahandan yuxarı şans toplaya da bilərsiniz. Bəlkə öz potensialınızı birinci imtahanda göstərə bilmədiniz, amma ikincidə əsl içinizdə olan özünüzü ortaya qoyub daha yuxarı toplaya bilərsiniz ya da ən azından mövcud halınızı qoruyub saxlaya bilərsiniz. Ümidinizi itirməyinizi istəmirəm. Əgər aranızda bu videonu izləyib zəif yazan uşaqlar varsa da ki, böyük qisminiz belə olacaq, bu sualı tapa bilmədim. Tezdən niyə bu sual mənim ağlıma gəlmədi? Əslində rahat bir sual idi. Deyənləriniz varsa, bilin ki, bu sizin savadınızın əksik olmasından deyil, sadəcə həmin anda mövcud vəziyyəti, situasiyanı idarə edə bilməməyinizdən, soyuqqanlıq ola bilməməyinizdən, imtahan həyəcanınızdan irəli gəlir. Onsuz da imtahanda biraz aşağı yazmağın ən böyük səbəblərindən biri həyəcandır. Mən özüm uşaqlarım imtahanı, suallarını mənə atanda 25-30 dəqiqə həll elədim, 30 sualı. Amma öz uşaqlarımızdan girib 15 dəqiqə biologiyanı yazıb bütün gücü fizika, kimyaya verənlər oldu. Mən heç öz uşaqlarım qədər 15 dəqiqə sualı həll edə bilmədim. Üstə gəldi 2 dənə səhvim oldu. Halbuki mən 10 ildir bu işin içində peşəkar bir müəlliməm. Ola bilər yəni, ürəyinizi sıxmayın. Yaxşı, o qədər kifayətdir. Keçək indi sualların izahına. B variantına baxacağım. Bu dəfə canlı qismində isə siz orada görəcəksiniz ki, mən D variantının izahını vermişəm. Vaxt itirmədən başlayaq sualların izahına. Birinci sualdan başlamaq istəyirəm. Şəkildə göstərilən bir göbələklər göstərilib. Bunlardan bir hüceyrəli olanları istəyir. Şəkildə göstərilən birinci göbələk penisil göbələyidir. Penisilin yox ha, penisil göbələyi. Penisil antibiotikin adıdır. Penisil göbələyi çox hüceyrəli bir nümunədir. Bir səhvdir. Bir olanların üstünə xətt çəkdik. Biologiyanın gözəlliyi çıxdaşından sürətli tapmaq olur. 2 qov göbələyidir. Qov göbələyi də çox hüceyrəlidir. 2-nin də üstünə xətt çəkəndə 4 və 5 qalır. Yəni 4 mukor göbələyi, 5 maya göbələyi qalır. Zaten burada tülkü qulağı göstərilib 3-də. O da çox hüceyrəli göbələk idi. Birinci sualda cavabımız B oldu. İkinci sual bu düşmə sualdır, maraqlı sualdır və bir şey deyim uşaqlar. Bu imtahanda düz köhnə suallardan 3-4 dənə düşmə sual var idi. İlk dəfə bu qədər çox düşmə sualı bir arada görürdüm mən təcrübəmdə. Hər dəfə düşürək, köhnə illərdən bir sual salırlar, ona bənzər bir sual salırlar. Amma belə
İlk dəfə idi bizim bəxtimizdən. Keçək ikinci suala. İkinci sualda ensefalitt verilibdir. Ensefalitin törədicisini biz əksər hallarda virus qəbul edirik deyə mən də bura virusu yazacağam. Keçiricisinə gəldikdə isə gənə idi, yəni bir boğmayaqlı idi, yəni heyvan idi. Aləmlər dediyi üçün sadəcə aləmi yazacağım. İkinci yuxu xəstəliyi. Yuxu xəstəliyinin törədicisi tripanosom idi. İbtida heyvan idi, heyvanlar aləmi. Keçiricisi isə sese milçəyi idi, yəni həşərat idi, yəni yenə heyvanlar aləmi idi. Tauna gəldikdə taun bakteriya tərəfindən törədilir, bakteriyalar aləmi, amma keçiricisi taunda 4 hərf var, birə də 4 hərf var. Birədir, birə yəni həşəratdır, yəni heyvandır. İndi A bəndi X, virus, M, heyvan və Z, bakteriya eyni aləmə aiddir. Bu ifadə doğru deyil. En azından ensefalitin törədicisini xatırlamasanız belə, yuxu xəstəliyinin törədicisi heyvan, taunun törədicisi bakteriya, bunlar müxtəlif aləmə aid olacaq. Elə A bəndi səhvdir. B bəndi M, yəni heyvan və K, yəni heyvan eyni aləmə aiddir, doğrudur. C bəndi M, yəni heyvan, Z, yəni bakteriya müxtəlif aləmə aiddir, düzdür. D bəndi Z, yəni bakteriya, K, yəni heyvan müxtəlif aləmə aiddir, düzdür. Y bəndi Y, yəni heyvan, N, yəni heyvan, K, yəni heyvan eyni aləmə aiddir. Bu da doğrudur. Bax, bu yorucu sual idi. Üçüncü suala baxırıq. Qıcı, qatı quyruğu və plan. Oxşar cəhət. Milk kök sistemi yoxdur heç birisində. Yetkin forması gametofit deyil, sporofitdir. Meyvə kök yox, kökümsova sahibdir. Toxumla çoxalmır. Saçaqlı kök sistemi, bəli, bunlar üçün ortaq xüsusiyyəti. Dördüncü sual şəkildə göstərilən bir balıqdır. Onun ürək boşluğunda bir növ qan olur, düzdür, venoz qan olur. Uzun borlu sümüklər yox, qolu qıçı yoxdur ki, uzun borlu sümüklər olsun. Cavab ya B ya C idi. Qarın ortasında venoz qan axır, düzdür. Bel ortasında da arterial qan axırdı. Ürəyində qulaqçıq və mədəciklərin nisbəti 1/3 idi. Xeyr, bir qulaqçıq, bir mədəcik olduğu üçün nisbət 1/1-dir. 4-də səhvdir. Xarici maylanma var. Bəli, bunlarda çürü tökmək də çoxalır. Xarici maylanma olur. B bəndi düzdür. Onurğa sütunu 3 hissədən ibarətdir. Xeyr. Gövdə və quyruq 2 hissədən ibarətdir. Axtardığımız cavab B variantı idi. Sual 5. Hansı canlılarda hüceyrə divarına rast gəlinir? Hüceyrə divarı heyvanlarda yoxdur. Liambliya ibtidai heyvandır, çıxdım. Amöb ibtidai heyvanda çıxdım. Qaldı elə D bəndi. Doğrudan da parmeliya, siyanobakteriya və plevrakok. Bunlar heyvan olmadığı üçün hüceyrə divarına sahibdir. Ümumiyyətlə canlıların yalnızca heyvanlar aləmində hüceyrə divarı olunur. 6-cı sual, həzm sistemi bir dəliklə xaric olsun. Məsəl üçün, soxulcan, insan asqardiya, ağızdan qəbul elədi, anal dəlikdən xaric elədi. 2 dəliklə əlaqəlidir həzm sistemi, ətraf mühitlə 2 dəliklə əlaqəlidir. Amma bir istiqamətlidir. Ağızdan daxil elədi, anal dəlikdən xaric elədi. 2 dəliklə əlaqəlidir, amma bir istiqamətlidir. Lakin anal dəliyi olmayan canlılar, məsəl üçün yastı qurtların nümayəndələri, ağızdan daxil elədi, ağızdan xaric elədi. Bir dəlik var. Lakin 2 istiqamətlidir. Ağızdan bədənin sonuna doğru getdi, oradan qayıtdı, ağızdan çıxdı. Biz burada yalnız bir dəliklə xaric edən, yəni anal dəliyi olmayanları tapaq. Askaridi çıxıram, askariddə anal dəlik var, soxulcanda var, soxulcanda var, nereitdə var, o zaman cavab A variantı olacaq. Növbəti sual. Yaşıl çiçəkli söyüd, bu bilirsiniz ki, dişidir və adi şam. Adi şam qozalardan həm dişisi olur, həm erkəyi də olur. Uyğunlaşdıraq, maylanma baş verir. Maylanma dişidə olar. Hər ikisində dişi olduğu üçün A-nı ortaq xüsusiyyət yazaq. 3 növ generativ orqanı var. Adi şamda 2 növ generativ orqan var. Toxum və qoza. Örtülü toxumlu bitki olan söyüddə isə çiçək, toxum və meyvə var. Yəni 3 növ var. B-ni 1-ə yazaq. Tozcuq kisəsi adi şama aiddir. Tozluq desəydi söyüd götürərdim. Tozlanma baş verir hər ikisində. 3 növ vegetativ orqana sahibdir hər ikisi. Kök, gövdə, yarpağa sahibdir. O zaman uyğunlaşdıraq. 1B, 2AD'yi sonra 3 növ vegetativ orqanı ortaq götürdük. O birisində də ancaq C aid olacaq. Bu hansı variantı uyğun gəlir? Variantı tapa bilmədim. Hə, B variantı tapdım indi. B variantına uyğun gələcək. Sonra hansı mülahizə doğru deyil? Yine qəbulun sevdiyi suallardan biri məməlilər hissəsinə aid suallarda. Bəzi suda yaşayan məməlilərin tük örtüyü olmur. Doğrudur. Balinalarda məsəl üçün tük örtüyü yoxdur. Suda yaşayan məməlilər ağciyərdə tənəffüs edir. Delfin. Ümumiyyətlə məməlilərdə ağciyərdə tənəffüsdür. Balina, suiti və s. ondatra və s. Bəzi suda yaşayan məməlilər quruya çıxır. Düzdür. Suda yaşayan məməlilər yalnız suda çoxalır. Yox. Suiti tüləmək üçün, balalamaq üçün və dincəlmək üçün suya quruya çıxırdı. Bu doğru olmadı. Süd edəyə bəsləyir. Bu doğru fikirdir. Keçək 9-cu suala. Hidra ilə bağlı sualdır. Qətiyyən asan sual da deyil.
Amma çətin sual da deyil. Burada göstərilib dalayıcı hüceyrə. Dalayıcı hüceyrənin bir rəqəmi ilə göstəriləni hiss edici tükçükdür, iki rəqəmi ilə göstərilən sapdır. Bu sapda da geriyə doğru tikancıqlar olur. Hiss edici tükçüyə toxunduqda hər hansı bir ov ya da ki şikar ya da ki düşmən həmin o dalayıcı kapsuladakı tükçük qıcıqlanır, sap geriyə doğru atılır, sapın üzərindəki tikanlar onun bədəninə batır. İndi səhvi tapmalıyıq. A bəndi vəzli hüceyrələrlə eyni qatda yerləşməz. Bəli, vəzli hüceyrələr daxili qatdadır, bu isə xarici qatdadır, eyni qatda yerləşməz. Dərəzə hüceyrələrlə yanaşı yerləşər. Bəli, xarici qatdadır, xarici qatda həm dərəzə hüceyrəsi, həm də dalayıcı kapsuladan müşahidə edə bilərik. C bəndi 2-nin kapsuladan çıxması üçün bir qıcıqlanmalıdır. Bunu bayaq dedik, doğrudur. D bəndi aralıq hüceyrədən yaranır, düzdür. Əksərən hüceyrələrin əksəriyyəti aralıq hüceyrədən yaranır. Y bəndi səhvdir. Bədənin hər iki qatında yerləşir. Yox, bədənin daxili qatında yerləşmir. Daxili qatda vəzli və qamçılı həzm hüceyrələri olur. 10-cu suala baxaq. Mürəkkəb refleks qövsündə iştirak edən 3 müxtəlif növ neyron sinir impulslarını bir-birinə ötürür. Refleks qövsünün hansı hissəsində bu neyronların arasında sinaps yarana bilər? Biz bilirik ki, refleks qövsü 5 mərhələdən ibarətdir. 1 reseptor sahə, 2 hissi və yaxud da ki, duyğu sinir yolu, 3 mərkəz, 4 hərəki ya da ki, motor sinir yolu və 5 işçi orqan. Bunları hərfə çevirəsi olsaq, reseptor sahə X-dir, hissə sinir yolu Y-dir, mərkəz Z-dir, hərəkət sinir yolu M-dir, işçi orqan N-dir. Bütün 3 növ neyronun üçünə də harda rast gələrik? Mərkəzdə. Hissi neyronun bura aksonu daxil olar. Mərkəzdə aranın hər şeyi yerləşir, hərəkin də hər şeyi yerləşir, amma aksonun bir qismi çıxır qıraq hissəyə, yəni periferik hissəyə çıxır. Deməli, 3 növ neyronun qovuşduğu hissə mərkəzdə, deməli, mərkəzdə bunlar sinaps əmələ gətirə bilərlər. Y bəndi. Sualların 3-də 1-ini qurtardıq. Keçək 11-ci suala baxaq. Deməli, buğda ilə bağlı şəkildə göstərilənləri uyğunlaşdırmalıyıq. Buğda bilirsiniz ki, mürəkkəb sümbürə aiddir. Mürəkkəb sümbürdə ya A-dır, ya B-dir. Azərbaycanda Cənubi-Qərbi Asiya mərkəzində yerləşir. Formulası C4, Y3, D1-dir. Bunları da toplayanda 8-ə bərabər olacaq. B bəndi. 12-ci sual sistemdə verilmişdir. Bu proses harada baş verər? Ümumiyyətlə, yağın parçalanması. Əgər süd yağıdırsa, mədədə başlayır, amma ümumiyyətlə, yağ dediyi üçün yağın həzmi nazik bağırsaqda başlayıb, nazik bağırsaqda qurtarır. Elə burada da C bəndini götürəcəksiniz. 13-cü sual yenə qəbula düşmə suallardan birisidir. 1 qabıq qatıdır, 2 kambi qatıdır, 3 oduncaq qatıdır. Burada floema qatı da verilib, amma göstərilməyib. Özüm qeyd eləmək istəyirəm bunu. Bu hissədə floemadır. Qeyri-üzvü maddələri daşıyan borucuqlar. Bunlar yerləşirdi oduncaqda. Yəni 1, 2, 3-dən A-nı 3-ə aid edərəm. Sonra C-ni çıxaram onda. Gövdən eninə böyüməsini təmin edirdi. Bu kambidir. B-ni 2-yə aid edərəm. Qabıq və oduncaq hüceyrələri yaradır. Bu da kambidir. Elə avtomatik cavabımız 13-də. Deyəsən, yox, səhv yazdım. D olmayacaq, yox. Bir dəqiqə təzdən uyğunlaşdırım, uyğunlaşmada səhv elədim deyəsən. Baxaq yenə də. Qabıq və oduncaq hüceyrələri yaradır burası. İlik halqaları yaradır. Yenə D, mərciməklər yerləşir qabıqda. 1 Y, 2 B, 2 nəysə ilişdirdim. Bir qabıqdır. Təzdən bir də baxacağım. Nəzə eleşdirdim, cavabı tapa bilmirəm çünki. Bir qabıqdır. Qabıqla bağlı nə olar? Mərciməklər yerləşir olar. Y uyğun gələr. Y uyğun gələr. Y olan da bir B variantında var, bir D variantında var. Gövdən eninə böyüməsini təmin edir kambi. Kambi 2-də idi, B-yə yazaram. Qabıq və oduncaq hüceyrələrini yaradır, yenə kambi. İlik halqaları yerləşir oduncaqda. Qeyri-üzvü maddələri daşıyır oduncaq. A. İndi düz oldu. Hə, D variantı olacaq o zaman. Bayaq düzgün uyğunlaşdırmamışım. 14-cü suala baxaq. Nəsil ağacı yenə qəbulun sevdiyi suallardan birisidir. 4-cü qrup verib, 4-cü qrup AB yazılar. 2-ci qrup A yanı boşluq yazılar. Bilirsiniz ki, 2-ci qrup AA ya da ki A0'dır. 3-cü qrup BB ya da B0'dır. 4-cü qrup AB'dir və 1-ci qrupda 0-0'dır. İndi valideynləri burada qeyd edəsi olsaq, AB və 2-ci qrup A yanı boşluq.
Bura ikinci qrupda A yanı boşluq, üçüncü qrupda B yanı boşluq, ikinci qrupda A yanı boşluq, dördüncü qrupda AB, üçüncü qrupda B yanı boşluq. İndi düşünəsi olsaq, burada dördüncü qrup qadın ilə üçüncü qrup kişinin nicahından dünyaya 2 də gəlib, 3 də gəlib. Bu nə deməkdir? Ata AA ola bilməz. Ata AA olsa dünyaya üçüncü qrup övlad gələ bilməz. Çünki üçüncü qrup ya BB olacaq ya da B0 olacaq. BB olması üçün ikinci qrupda da B olması lazımdır. İkinci qrupda B yoxdur. Deməli burada 0 imiş ki, bu 0-ı ötürüb oğluna, ana da öz B-sini ötürüb. Deməli biz 2 rəqəm, daha doğrusu 2 rəqəm yox, mavi kvadratı aldığımız atanın A0 ikinci qrup olduğunu tapdıq. Ata A0'dır, ana AB-dir. Bunların nicahından bir rəqəmlə göstərilən uşaq, dünyaya gələn bu uşaq AA-da ola bilər. A0'da ola bilər. Dəqiq bilmirəm genotipi nə olacaq. 1'in genotipi sual altındadır. 1 olmayan cavabların üzərindən də xətt çəkdim. 2'ye baxıram. 2'nin genotipi nə ola bilər? O anasından B aldı. Atasından A ala bilməz. Atasından ancaq 0 alacaq. Deməli bu uşağın genotipi B0 imiş. 2'nin də genotipi dəqiq oldu. 2 B0'dır. Onun xanımı A'dır. Bunların nicahından AB gəlib və B dünyaya gəlib. B'nin dünyaya gəlməsi üçün ananın 0 geni daşıması lazımdır. O zaman burada da 3'ün genotipi BB olmaz. Çünkü 2'de, daha doğrusu 4'ün genotipi BB olmaz. Çünkü 2 rəqəmlə göstərilən 3-cü qrup atadan B alıb. Anadan A ala bilməz. A alsaydı 3-cü qrup olmazdı. Deməli anadan 0 alıbmış. Deməli 4 rəqəmlə göstərilən uşaq B0'dır. Onun 2 rəqəm yuxarıdakı anası isə A0'dır. Deməli 4'ün də genotipini dəqiq tapdıq. Axtardığımız cavab A variantıymış. A variantı, yəni bir rəqəmli insan genotipini tapa bilməzmişik. Ya da onun nicahı olsaydı onu əsasən tapardıq. 15-ci sual yenə qəbula düşməz suallardan birisidir. X aybaşı fazasıdır. Y aybaşıdan sonraki fazadır. 3 sarı cisim fazasıdır. 28 gün ərzində davam edib gördüyünüz kimi. A bəndi bir sarı cisim, daha doğrusu Z sarı cisim fazasıdır. Bu doğrudur. Bir olmayanlar üstüne xətt çəkək. 2. Z fazasında yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Ola bilər. 2 də doğrudur. 3'e baxıram. X fazasının sonunda uşaqlığın divarı maksimal qalınlığa çatır. X fazası aybaşı fazasıdır. Aybaşı fazasında bədəndən qan çölə atılır. Yəni uşaqlıq divarı qopur. Qopan uşaqlıq divarı çölə atılır. Qan çölə atılır. Yəni burada uşaqlıq divarı maksimal yox, əksinə minimal qalınlıqda olar. 3 səhvdir. 3 olanların üstünə xətt çəkdik. 2 olmayanın da üstünə xətt çəkdik. 4'e baxıram. Ovuliyasiya üçün ən əlverişli vaxt Z-in sonudur. Əksinə Y-in sonudur. Yəni aybaşdan sonraki fazada 14-cü gündə ovuliyasiya olur. Deməli 4 doğru deyil. Elə isə əlimizdə qalan cavab nə olacaq? 1, 2, 5. Yəni Y variantı olacaq. Bu arada Y-a baxmadım. Y fazası 11 yaşlı qızda ola bilər. Ola bilər qızlarda aybaşı zaten 10 yaşa kimi düşüb. 11 yaşlı qızda da bu fazaya təsadüf etmək olar. 16-cı suala baxırıq. Sxemdə verilən proses harada baş verməz? Birinci proses zülalın parçalanıb amin türküsü yaratmasıdır. Daha doğrusu harada baş verməz yox. Hansı proses düz deyil. Bir ifadəsi yazıb katabolitik reaksiyadır. Bu doğrudur çünki parçalanma reaksiyasıdır. 2 reaksiyasına baxsaq burada bir sintez gedib. Ribosomların hesabına gedəcək. Bu plastik mübadiləyə misaldır. Aytın uşaqlar çaşıb deyirlər plastik mübadilə sadəcə fotosintezə aid. Yox, fotosintez deyil. Hər hansı bir üzv maddənin sintezi plastik mübadilədir və ribosomda baş verər. Bu da doğrudur. Y-yə baxıram. Bir həzm kanalında baş verir. Bəli, bu doğrudur. Zaten həzmdə olacaq bu parçalanma. Məsələn, nazik bağırsaqda və yaxud da süd aldısa mədədə. D-yə baxıram, 3 bilavasitə ağızda olur. Hansımız ağzımızda yumurta saxlayırıq və bir müddət sonra yumurta parçalanıb karbon qazı, su, azotlu birləşmə yaradır. Bu parçalanma hüceyrədə olar. Hüceyrənin içərisində gedə bilər. D variantı doğru deyil. 17. Orta yaşlı sağlam insanda bir dərin nəfəs alma. Dərin nəfəs alma nə deməkdir? Normalda sakit halda 500 hava alırıq. Dərindən nəfəs alanda əlavə 1500 hava daha qəbul edirik. Yəni 2000 hava uduruq. Bu 2000 havanın da 5%, yəni 0,5 hissəsi ağciyər alveollarından qana keçir. Yəni 100 kub santimetri ya da 100 millisi keçmiş olur. Dərin sözünə diqqət eləyək. D variantı olacaq. 18-ci sual. İnsanda hansı vəzlər
Bunu bilirsiniz, mədə vəzləri olacaq. Çünki timus böyrək üstü qalxana bənzər daxilidir, mədə altı qarışıqdır, mədə vəzləri xarici sekresiya vəzləridir. Yenə asan olmayan, amma çətin də olmayan 19-cu suala baxaq. Bilirsiniz ki, mən sizə demişdim ki, nə qədər adenin varsa, o qədər 2 qat rabitə var. Nə qədər timin varsa, o qədər 2 qat rabitə var. Yəni molekulada olan 2 qat rabitəni tapmaq istəsəz, adenin sayını götürün. Molekulada 3 qat rabitənin sayını tapmaq istəsəz, guanin ya da sitozin sayını götürün. Bax, ikisini bir yerdə yox ha. Yəni molekulada 10 dənə adenin varsa, 10 dənə 2 qat rabitə var. Lakin 2 qat rabitəni yaradan hidrogen rabitə sayı 10 vur 2 20 olar. Molekulada atıram 30 dənə guanin varsa, 3 qat rabitə sayı 30-dur. Amma 3 qat rabitəni yaradan hidrogen rabitə sayı 30 vur 3 90-dır. İndi deyir ki, 2 qat ilə 3 qat rabitə bir-birinə bərabərdir. Bu nə deməkdir? Məsəl üçün, bu deməkdir ki, adenin bərabərdir guaninə və yaxud adenin bərabərdir sitozine deməkdir. Ya da timin bərabərdir guaninə, ya da timin bərabər sitozine deməkdir. Başqa sözlə deyir ki, adenin, timin, guanin, sitozin bunlar ümumiyyətlə bir-birinə bərabərdir. Yəni biz bir qrafik qurası olsaq, burada adenin, timin, sitozin, guanin hamısı eyni düz xətt üzrə bərabər olacaq. Amma indi bir rəqəm qoyaq. Adeninin sayı 10 olsun, timinin sayı 10 olsun, sitozinin sayı 10 olsun, guaninin sayı 10 olsun. Bəs burada toplam neçə nukleotid olacaq? Nukleotid sayı 40 olacaq. Karbohidrat sayı 40 olacaq. Fosfat turşusu sayı 40 olacaq. Yəni daha çox olacaq. Burada karbohidrat və fosfatı da tapmaq istəsək, bu 40-a bərabər olar. Buna uyğun gələn variantımız da B bəndi olacaq. 20-ci sual, uyğunluğu müəyyən etməliyik. Produsent və redusenti uyğunlaşdıraq. Üzüm maddələri parçalayır, minerallaşdırır. Bu təbii ki, redusentdir. Fitoplankton produsentdir. Yalnız heterotrof qidalanır. Redusentdir. Sürmə göbələyi heterotrof qidalandığı üçün heç birisinə aid deyil. Bir də burada Y bəndi də olmalıdır. Yoxsa yoxdur Y bəndi. B variantı Y düşməyib B. Y-də belə idi. Hidrogen bakteriyasıdır. Hidrogen bakteriyası xemosintez edici olduğu üçün, yəni avtotrof olduğu üçün produsentlərə aid etmək lazım idi. 1BY 2AC. Görək hansı bəndə uyğundur. 1BY 2AC elə A bəndinə uyğun imiş. 21-ci suala baxırıq. Küləklə tozlanan və həşəratla tozlanan bitkilərlə bağlı ortaq xüsusiyyəti tapmalıyıq. Tozlanma cinsi çoxalmağa xidmət edir hər ikisində. Nektarlıq var həşəratla tozlananda, çoxlu quru və yüngül tozcuqlar var küləklə tozlananda, iri və əlvan çiçəklər var həşəratla tozlananda, tozlanma çarpazda hər ikisində, görkəmsiz çiçəklər var küləklə tozlanmada. Bunu da uyğunlaşdırsaq, C bəndi. Uşaqlar, bax bu səhvi qətiyyən eləməyin. Mən hər zaman nə edirəm? 1, 3, 2 yazıb bax. Cavabı da elə götürürəm. 3, 6, 1, 5, 2, 4. Olmaz. 1, 2, 3 kimi yazıb götürün. Yəni 3, 6, 2, 4, 1, 5 kimi götürün. Yəni C bəndini götürün. 22-ci sualı baxaq. Ondatra yarım səyah tərz keçən bir məməlidir. Heyvandır. Heyvanda xloroplast zaten olmaz. Zülal harda sintez olunar? Dənəvər endoplazmatik şəbəkədə, hamarda olmaz. Mitoxondridə, xloroplastda, dənəvər endoplazmatik şəbəkədə, ribosomda. Ondatrada xloroplast olmadığı üçün elə ribosom və mitoxondri götürəcəksiniz. Maraqlı sualdır. 23-cü sual, insanda gövdə skeletinə nələr birləşmir? Gövdə skeleti nədən ibarət idi? Döş sümüyündən, onurğa sütunundan və qabırğalardan, 58-59 sümükdən ibarət idi. Bura nələr birləşməz? Cüt sümüklər birləşər. Çünki döş sümüyünə 2 körpücük sümüyü birləşirdi. Sonra çanaq sümükləri ya da ənsə sümüyü birləşər. Onurğa sütununun birinci fəqərəsi olan boyun fəqərəsinə ənsə birləşir ki, o yassı sümükdür. Ya da ki, oma hissəyə çanaq birləşir ki, yassı sümükdür. Bu birləşər. Amma uzun borlu sümüklər, yəni 2 cür sümüyü ilə olan sümüklər, uzun borlu sümüklər birləşməz. Kürək də onsuz da ancaq körpücük və bazu ilə birləşir. Bu da birləşməz. 24-cü suala baxaq. Mitozun eyni fazasında baş verərlər. Vətər telləri itir telofazada, vətər telləri əmələ gəlməyə başlayır profazada, sitokinez telofazada, xromatitlər qütbə çəkilir anafazada, vətər tellərinin əmələ gəlməsi başa çatır metafazada, xromosomların spiralları açılır telofazada. Telofaz ayad olan 1, 3, 6. Bu da köhnə sualları xatırladan bir sualdır. İmenli bu düşməyib amma bildiyim qədərilə yanılmıramsa. 25-ci sual, insanda toyuq korluğun səbəbi nə idi? A vitaminin həddinin artıq olması yox, A vitaminin çatışmazlığı, çöpcüklərin bəli fəaliyyətinin zəifləməsi, toran işıqda görmənin pozulması və çöpcüklər, yəni reseptorlar zəifləyibsə, analizatorun ikinci yox, birinci hissəsi pozulub deməkdir. Deməli 3 də səhvdir. Burada doğru cavab 1 və 2 olmalı idi.
26-cı sual. Bu da maraqlı sualdır. Çay xərçəngi, xaçlı hörümçək və may böcəyi verilib. Biz bilirik ki, xərçəkdə 5 cüt, yəni 10 yerim ayağı, xaçlı hörümçəkdə 4 cüt, yəni 8 yerim ayağı, may böcəyində 3 cüt, yəni 6 yerim ayağı var. Xərçəngin sayı 48-dirsə, onun yerimi ayaqları 480. Xaçlı hörümçəklə may böcəyin sayı bərabərdir. Hardan bildim? Çünki xaçlı hörümçəkdə 8, may böcəyində 6 ayaq var. Bunların da nisbəti 4-3 eləyir. Burada da 4-3 veribsə, deməli həşratlarla, yəni may böcəyi ilə hörümçəyin sayı bərabər imiş. Hörümçəyə A qəbul etsək, ayaqları 8A olar. May böcəyini A qəbul etsək, ayaqları 6A olar. Bunların cəmi bərabər 620-yə. 14A bərabər 140-a, A da bərabərdir 10, hörümçək 10 dənə həşrata. Yəni cavab A bəndi idi. Keçək 27-ci suala baxaq. Uyğunlaşdırma sualları mənim yorulduğum suallardandır bu. Mən burada nəyi tapmalıyıq? Baxaq, ikiləpəli bitkidir. İkiləpəli bitkidir və meyvəsi gülə meyvədir. Bibər ilə qurtardı, bibər. Başqa var mı burada gülə meyvə olan? Deyəsən yoxdur. İkinciyə baxıram. İkiləpəlidir və çiçəkləri 6 erkəkciklidir. Bu ola bilər quş əbbəyi və yabani turp, yebəndi gedər. Üçüncüyə baxıram. Üçüncüdə isə meyvəsi gülə meyvədir. Çiçəkləri 6 erkəkciklidir. Bu da inci çiçəyi olacaq. Gördüyünüz kimi biz burada dağ laləsindən istifadə eləmədik. Çünki onun çiçəkləri 6-dır, 6 erkəkciklidir və meyvəsi qutucuq meyvədir. Burada da yoxdur. Keçək bizim düşündürücü, yorucu olmayan, amma maraqlı bir sualımız var. Burada təəssüf ki, mənim uşaqlarımdan da bəziləri xəstəyin adını düz yazmırlar. Halbuki imtahanın ayın 31-i biz görüşüb 2 saat bu sualları müzakirə edəndə bundan da danışmışdıq. Birinci xəstəlik, İskəndər adlı 40 yaşlı adamın xəstəliyi podagradır. Fillərdə də daha çox müşahidə olunur, kabluk geyinən qadınlarda da müşahidə olunur. Əgər uzun saatlar ayaq üstə qalıbsa. Ayxanda isə çox təəssüf ki, 15 yaş olmasına baxmayaraq artıq əyilmə gedib omurğa sütununda skalyoz olacaq bunun adı. Kirəcləşmədən əl çəkin. Bəziləri biz kirəcləşmə yazmısınız. Deməli, A podagra oldu. Podagra yerinə ayaq üstündə tələ yazsanız bəlkə qəbul edərlər. Amma artıq üçüncü bir adı qəbul etməzlər. Bu da skalyozdur, yəni onurğanın yanlara doğru qeyri-bərabər əyilməsidir. İndi İskəndərin və Ayxanın problemini adlandırdıq. İskəndərin onurğa sütununda bir sınıq olsaydı, Allah İskəndər deyirəm, Ayxanın onurğa sütununda sınıq olsaydı, Allah uzaq eləsin, onu hamar bir yerə uzatmaq və dərhal həkimə çatdırmaq lazım idi. 29-cu suala gəldikdə isə şəkildə A-da göstərilən podagraydı. O insanın şöbəsini soruşur. Baş, gövdə və ətrafların şöbəsinə bölürük. Burada da ayaqlarında problem olduğu üçün ətraf şöbəsi yaza bilərsiniz. Ətraflarının skeleti yaza bilərsiniz bura. İndi bilmirəm də situasiyada nə götürəcəklər. Situasiya filan 2 həftə sonra bilinəcək. Ətrafların skeletidir. Hansı növ sümük birləşmələrinin fəaliyyəti pozular? Bu yəqin ki, hərəkətli olacaq. Çünki mən baş barmağımı hərəkət etdirə bilirəm. Hərəkətsiz də demək olar bəlkə bura. Hərəkətli və hərəkətsiz də söyləmək olar deyə düşünürəm. Uşaqlar, videonu bir saniyə dayandırmalı oldum, üzr istəyirəm. Çünki mənə zəng gəldi, ona söndürməklə başım qarışdı, üzrlü sayın. Burada düşünürəm ki, bəlkə hərəkətsiz də ola bilər. Tam dəqiq bilmirəm, çünki cavablar artıq bilinməyib deyə tam dəqiq bir şey deyə bilmirəm. Hərəkətli dəqiq olacaq, çünki burada, məsələn, yenə deyirəm, baş barmağımı, digər barmaqlarımı hərəkət etdirə bilirəm. Amma bilmirəm, onlar hərəkətli və hərəkətsiz götürüblər, yoxsa nə. Ona görə bu bir qalsın. Sonra keçib B bəndinə, bu skalyoz idi, yəni onurğada olan əyrilik idi. Onurğada gövdənin şöbəsinə aiddir. Gövdənin skeletinə aid olacaq. Burada da fəqərələr birləşdiyi üçün bunu yarım hərəkətli götürə bilərəm. İkisində yenə burada biraz ilişirəm. Nəyə görə ilişirəm? Çünki birisi ki, birinci boyun, ikinci boyun hərəkətli birləşirdi. Oma büzdüm hərəkətsiz birləşirdi. Amma mən yarım hərəkətli düşünürəm. Yenə bilmirəm. Cavabın nə çıxdığını dəqiq bilmirəm. Onlar bütün sümük birləşmələrinin bütün növünü götürəcək, yoxsa yox. Burada biraz qalmışam. Amma ola bilsin ki, elə yarım hərəkətli götürsünlər. Və 30-cu suala gəldikdə, 30-cu sualı bildiyim qədərlə bütün müəllimlər burada belə götürüblər ki, hər iki pasiyentdə sümük iliyi donoru ola bilər və bunu da belə götürüblər ki, mövcud sağlamlıq problemləri olmasaydı. Mən isə heç bununla əlaqələndirmədim. İnternetdən araşdırdım ki, görüm bu skalyoz olan insan ilə podagra xəstəliyindən əziyyət çəkən insan sümük iliyi ilə donorluq edə bilərmi? Və belə bir cavab gəldi ki, hər iki insanda donor olmaq üçün
o donor olmamaq üçün heç bir səbəb yoxdur. Hər ikisi donor ola bilər. Əslində burada belə bir cümlə yazıb, bizim üçün açar söz qoyub ki, hansı pasiyentin və yaxud pasiyentlərin xəstəliyi, problemi olmasaydı donor ola bilərdi. Hə, bu problemlər də olmasaydı, mövcud problemləri olmasaydı hər ikisi donor ola bilərdi. Yaşına da diqqət edin. 8 dərsində zaten verilib ki, sümük iliyi üçün ümumiyyətlə donor olmaq üçün 18 yaş lazımdır, amma sümük iliyi üçün yaş məhdudiyyəti yoxdur. 6 yaşında bir uşaqdan da sümük iliyi uyğun gəlsə, xüsusilə də embrionlarda daha yaxşı kök hüceyrələr yaranırdı sümük iliyindən yadınızdadsa. Biz biotexnologiyanı keçən demişdik. Yəni burada yaş problemi yoxdur. Və yenə deyirəm, internetdən araşdırdığım məlumata əsasən podagra xəstəliyi və yaxud da ki, skalyoz xəstəliyi donor olmamaq üçün bir maneə deyil. Yəni burada həm İskəndər, həm Ayxan donor ola bilərdi. Bu qədər ümid edirəm ki, izahlar sizi qane elədi. Dedim ki, az danışacağım, amma yenə çox danışdım. Biz artıq sabahdan etibarən ikinci cəhd üçün uşaqlarla görüşəcəyik. Həftənin 1-ci, 4-cü, 6-cı və bazar günləri axşam 9:30-da görüşəcəyik. Daha çox testlər üzərində bizim dərslərimiz gedəcək və qrup artıq yığılıb. Qrupda qoşulmaq istəsəniz, əlaqə nömrəmi bilirsiniz, oraya yaza bilərsiniz. Hal-hazırda qrupa qəbul davam edir. 5 iyun qəbul olmaq üçün, qrupla davam etmək üçün son tarixi olacaq. Son həftədə biz demək olar ki, hər gün görüşürük. Ümid edirəm ki, qoşulmaq istəyən uşaqlara, qoşulan uşaqlara faydalı olaram və mövcud balımızı ikinci imtahanda qoruyub saxlaya bilərik. Gücümüz də çatsa, balın üzərinə biraz bal gətirərik. Hər birinizə uğurlar arzu edirəm uşaqlar. İnşallah ki, ürəyinizcə olsun hər şey. Sağ olun, salamat qalın.